Salam, Hüseyn Cavidin İblis əsərinə baxaq. İblis dramatik növdə yazılıbdır. Faciə janrındadır. Əsər 4 pərdədən ibarətdir. Əsərin mövzusu bilirik ki, insanlara deməli bəlalar gətirən amansız müharibələrdir. Ümumiyyətlə bu müharibələr isə 1914-1918-ci ildə baş verən Birinci Dünya müharibələrinə deməli müharibələrindən bəhs olunur burada. Lakin əsərin mövzusu müharibə olsa da, burada ümumiyyətlə canlı döyüş səhnələrinə yer verilmədiyini görürük. Sadəcə olaraq burada müharibələrin timsalında insanları daha çox qarşılaşdırmışdı burada Hüseyn Cavid. Yəni insanların daha çox insanların taleyi timsalında müharibələrə münasibətini bildirmişdi. Ona görə də burada canlı döyüş səhnələri yoxdur. Sonra əsərdə məsələn iştirakçılar var. Bunların iştirakçıları kimdir? Baxaq. İblisdir, Mələkdir, İxtiyar Şeyxdir, Xavərdir, Arif, Vasif, Küçük Zabit, Rəna, İbn Yəmin, Yaralı Zabit, Teyf, Elxan. Bunlar əsərin iştirakçılarıdır. Bunlardan İblisdir, Mələkdir. Bunlar ümumiyyətlə mifik obrazdır. Yəni bunlar realda olmayan obrazlardır və elə sonra məsələn deyək ki, orada Rənanın babasının ruhu gəlir, ona da mifik obraz deyə bilərik. Yəni bu əsərdə elə bil ki, real olan obrazlar deyil, ona görə bunları mifik obraz adlandıra bilərik. Daha sonra burada deməli iblislə mələyə baxaq. Deməli iblis bütün problemlərin, müharibələrin, yəni səbəbin, pisliklərin səbəbin insanda görür. Mələk əksinə olaraq iblisdə görür. Və görürük ki, burada iblislə mələyin arasında bir ziddiyyət var. Çünki iblis insanda görür, mələk isə iblisdə görür. Deməli, bu da əsərə bir fəlsəfi mahiyyət gətirir. Fəlsəfi mahiyyət gətirir. Ümumiyyətlə, iblis nədir? İblis insanın içərisində olan pisliklərdir. Elə görürük ki, müəllifin də mövqeyi bunu aşkara çıxarmaqdır. İblis sadəcə olaraq insanın içərisində olan pisliklər, yəni müəllif demək istəyir ki, əslində iblis insanın öz içindədir. Öz içində olan o pislikləridir. Sonra İxtiyar Şeyx var. İxtiyar Şeyx deməli İxtiyar Şeyx isə kimdir? Bu da deməli sonradan görəcəksiniz, Xavərin babasıdır. Arif isə deməli gerçəklik axtarışına çıxan bir gəncdir. Arif öncə müsbət obraz olur. Lakin əsərin sonlarına doğru getdikcə artıq Arif mənfi obraza çevrilir. Elə bu da iblisin mahiyyətini əslində açıb göstərir. Çünki Arif əvvəl müsbət obraz olur. Sadəcə olaraq onun Arifin mənəviyyatındakı olan o qüsurlar daha sonra onun bir iblisə çevrilməyə şərait yaratdığını görürük biz. Arif öncə müsbət olur, lakin çıxdığı bu yolda müsbət obraz qala bilmir. Deməli, Vasif isə əslində Arifin qardaşıdır, amma bunlar hələ ki bir-birlərini bilmirlər. Sona yaxın öyrənirlər. Sonra Küçük Zabit isə Vasifin dostuydu. Deməli, Rəna da gözəl bir tibb bacısıdır. Ümumiyyətlə, bu əsərdə elə bil ki, hərənin bir deyək ki, bir yola çıxıblar da və hərənin özünə uyğun bir, necə deyərlər, istəyi var. Hərənin qarşısında özünə uyğun bir istəyi var. Məsələn, Arif deyək ki, bir həqiqət axtarışındadır, məsələn. Əslində, Ariflə Vasif qardaşdılar, lakin bunlar bir-birlərini tanımırlar. Məsələn, Rəna nə axtarışındaydı? Rəna isə bu yola çıxıbdı ki, babasının qatilini axtaracaq. Yəni, baba deyəndə burada ata nəzərdə tutulur. Yəni, atasının qatili bilmirdi kim idi, ona görə çıxmışdı bu yola. Sonra, məsələn, bax, burada mənfi obrazlardan var İbn Yəmin. Sanki İbn Yəminin, belə deyək də, məsələn, Mələk deyək ki, İbn Yəminin İbn Yəminin törətdiyi o bəlaların səbəbini iblisdə görürdü. İblis nə deyirdi? Deyir, bu elə insandır da bu bəlanın səbəbləri. Əslində görürük ki, həqiqətən iblis düz deyir. Çünki İbn Yəminin, məsələn, deyək, pisliklərinin səbəbi nədir? Elə o daxilindəki olan o qüsurlar, onun mənəviyyatsızlığı, bütün bunlar şərait yaradır da bir insanın pis olmağına. Belə deyək də, insanın içərisində yaxşılıq da var, pislik də var və indi baxır da insan yaxşı cəhətlərini ortaya çıxacaq, yoxsa pis cəhətlərini ortaya çıxacaq. Artıq pis cəhətlərini ortaya çıxırsa, deməli o insanda artıq iblisləşmə gedir.
Sonra Elxan isə bir zabitdir. Elxan ümumiyyətlə müsbət obrazdır. İndi gəlin baxaq, əsər dedik 4 pərdədən ibarətdir və hadisələr harda baş verir? Bağdad civarında baş verir. Görürük ki, ağaclıq mənzərəli bir güşədir. Bilirik ki, bax bu mənim hal-hazırda oxuduğum hissə Remarka hissəsidir. Pərdə açıldıqda Arif bir tərəfdə taxta bir karyola üzərində əlini təkə edərək uzanıb düşüncəyə dalıb. Səhnə qaranlıqdır, ətrafda göy gurultusu, şimşək çaxışı, trampelit sədaları, top, tüfəng. Görürük ki, arxa səhnədə görürük ki, müharibə gedir. Qarşıda səhnənin nihayətində iki böyük göz pəncərə, odlar, alevlər, dəhşətlilər içərisində bir müharibə təsvir olunur. Bir kaç zabit əldə durbin müharibə komandası ilə məşğuldur. Gözlərinin birində iblis, digərində isə mələk görünür. Gürültüdən sonra isə sükut. Ümumiyyətlə əsər iblisin monoloqu ilə başlayır, elə iblisin monoloqu ilə də bitir. Deməli bunu biz harda görmüşdük? Elə öncə ana əsərində də görmüşdük də. Hüseyn Cavidin Ana faciəsində də görmüşdük ki, orada da ananın monoloqu ilə başlamışdı, elə monoloq ilə də bitmişdi ananın. İblis dəryaları hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızılqan, canlar yıxar, evlər yıxar insan. Baxın burada bəlanın səbəbi nədə gördü iblis? İnsanda. Mələk, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Yox kimsədə insafi mürüvvət, iblisə mi uymuş bəşəriyyət? Deyir, heç kəsdə insaf qalmayıb da. Bəşəriyyət görəsən iblisə mi uymuş? Bədii sual var burada. İblisin müstəhsi və sürəhli qəhqəhlərlə bərabər yenə göy gurultusu, top, mirtalyoz sədaları başlar, sonra sükut. Burada yenə də həmin o müharibə təsvir olunur. İblis yenidən başlayır. Toplar veriyor aləmə dəhşət. Dəhşət qopuyor sanki qiyamət. Yağmur kimi göydən yağar atəş, atəş, qaralar, dalğalar atəş. Deməli, burada görürsünüz yağmur kimi göydən, burada təşbihdən istifadə olunubdur. Müharibədə baş verənlərdən danışır burada. Mələk də deyir ki, ya Rəbb, azacıq lütfi inayət. Sonra qəhr olmada artıq bəşəriyyət, başdan başa hep yeryüzü vəhşət, iblis ilə həmrəngi siyasət. Burada iblis, daha doğrusu mələk Allaha müraciət eləyir. Deyir artıq bu bəşəriyyət qəhr olmaqdadır. Sən deyir biraz lütf elə. Lütf elə. Burada deyir iblis ilə həmrəngi siyasət bu nə deməkdir? Yəni deyir ki, iblisin öz siyasəti insanların əli ilə həyata keçirir də. Yəni burada iblis ilə həmrəngi siyasət deyəndə sanki deyir iblis öz əməllərini insanların əli ilə həyata keçirir. Ümumiyyətlə iblis kimdir? Elə insanın daxilindəkidir də. Bu da onu vurğulamağa çalışır ki, sanki iblis öz siyasətini insanların əli ilə həyata keçirməyə çalışır. Gözlər qapanır, səhnə aydınlaşır. Arif uyuqdan oyanır. Kimi alnı və gözlərini ovuşdurur. Yerindən qalxar göyə doğru. Dünya burada artıq Arif gəlir. Dünyaları yoxdan yaradan ey ulu tanrı, ey xaliq hikmət. Ümumiyyətlə Arif əslində yaxşı bir obraz idi əvvəl. Sadəcə həqiqət axtarışındaydı. Müharibələrə qarşı əks mövqedə idi. Yəni istəmirdi müharibə olsun, həyatda pislik olsun. Lakin bu həqiqət axtarışı sadəcə olaraq yaxşı yekunlaşmır. Öz mənəviyyatındakı qüsurların bir növ qurbanı olur. Dəryaları yoxdan yaradan ey ulu tanrı, ey xaliq hikmət, ey varlığı yox, yoxluğu vardan daha dilbər. Burada Allaha müraciət eləyir. Elə bayaq gördük ki, mələk də Allaha müraciət etmişdi. Eyni zamanda Səlma da elə Səlma ananı, yəqin ki, ana faciəsi yadınızdadır. Orada da Allaha müraciətlə başlayıb, müraciətlə bitirirdi. Ey varlığı yox, yoxluğu, deməli, yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Lütf et, deyir, gözəl çöhrəni mənə göstər, könlüm səni izlər. Uydum da, deyir, peyğəmbərlərə, qanuna, kitaba, duydum yenə qəsvət. Deyir ki, peyğəmbərlərə, qanuna, kitaba uymuşam, amma yenə deyir, kədərliyəm. Başdan başa hep qəhr-ü qəzəb, tövbə inaf, hep zəfi əlamət. Sonra hər fəlsəfə bir vəlvələ, hep tatlı xəyalət, yox rəhbər vicdan, heç kəsdə artıq deyir vicdan qalmayıbdı. Sənsizdir qəlbimə doğmaz, vicdanıma heyhat, bir şölə irfan. Şöyle irfanda bilgi işığıdır. Deyir, sənsiz qəlbimə, vicdanıma bir bilgi işığı doğa bilməz. Ya sən deyir yerə gəl, ya da ki məni göylərə qaldır. Allahdan göylərə qaldırılmağını istəyir.
Sonra qaldır deyir məni seyr edəyim, xoşmu gözəlmi cənnətdə mələklər? Baxım görüm deyir oradakı mələklər gözəldirmi? Qaldır deyir tay görməyim insandakı zülmü. Nəyə görə yerdən göyə qaldırılmağını istəyir? Deyir baxım görüm oradakı cənnətdəki mələklər necədir, gözəldirmi? Həm də ki deyir artıq mən buradakı zülmü görmək istəmirəm. Sanki insanların içərisində olan o zülmə dayana bilmirdi. Ya Rəbb deyir bu nə cinayət, bu nə xəyanət, bu nə səfalət. Artıq deyir bulmazmı bir son? İnsanlara xəlq etməkdə var bəlkə də hikmət, bəs deyir iblisi nə edirdi, iblisə nə hacət var idi yaratmağa. Burada sizə bir şey qeyd edeyim, testlərdə düşür. Arif Allahı nə adlandırır? Xaliqi hikmət adlandırır. Sonra yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən alevlər içərisindən çıxar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və elbisə parlar, durur. Deməli, burada fikir verin. Deməli, hardan çıxır iblis? Bax, onu qeyd edibdi. Yerdən deyir, alevlər içərisində çıxır. Bir dənə gözünüzün önündə bunu bir vizualizasiya eləyin. Yerdən çıxır və alevdir hər tərəf. Yəni, atəşdir, od alovdur. Arif, mənə bax. Sən də mi belə bil ki, Arifin gözünə görsənir. Ümumiyyətlə, Arif, iblis birisi də mifik obrazdır. Realda olmayan bir obrazdır. Sadəcə Arifin gözünə görsənir. Arada gəlir bu. Arif, bana bax. Sən də mi eyfama qapıldın? Biçarə çocuq, sən də mi iblisə takıldın? Dahilər, ulu əzəm nəbilər belə bəndən heç vəclə təxlisi qiriban edəməzkən, daim bəni təhqir edərək əyləniyorsun, hep söyləniyorsun. Deməli, yuxarıda deyirdi iblisə nə hacət var. İblis sanki bunu duyur, gəlir Arifin gözünə görsənir ki, yəni sən deyir, arada deyir mənim adımı çəkirsən də, yəni məndən nə istəyirsən? Sən deyir mənə takılmısan, amma deyir dahilər, ulu əzəm nəbilər belə məndən heç bir vəclə qaça bilməyibdi. Sən deyir niyə məndən əylənirsən? Hep söyleniyorsun. Bir gün gələr əlbət deyir şu izan ilə sən də bu gedişlə deyir sən də bir gün bazicə olursun qoca iblisin əlində. Yəni bazicə olmaq nədir? Oyuncağa çevrilərsən sən də deyir iblisin əlində. İblis o böyük qüdrət, o atəşli müəmma, atəşli sirdir. Bir gün səni də kəndinə eylər kölə amma. Heyhat deyir olamaz dərdinə bir kimsədən imdad. Heç kəs deyir sənin imdadına gələ bilməz. İmdada da qoşsa da nə qoşar? Fəqət ilə deyir ki, imdada da qoşsa da fəqət ahilə fəryad deyir sənin imdadına gələ bilər. Ahilə fəryad. Ridasının ətəklərini Arifin üzünə sürər, laubali qəhqəhələrlə çəkilib gedər, səhnə aydınlaşır. Sonra deməli, burada artıq Arif görək nə deyəcək. Deyir, şaşqın sinirli və tevrlə saçlarını qarışdırır. İçəri girməkdə olan ixtiyara həyəcanlı müstərib. Gəl, bana gəl, eylə bənim dərdimə çarə. Burada tez-tez görəcəksiniz, gələcək iblis. Ümumiyyətlə, iblis müxtəlif qiyafələrdə görəcəyi əsər boyu gələcək. İxtiyar deyir ki, oğlum, mədəni aləmi nifrətlə buraxdın. Gəldin, deyir, şu cədəlsiz bədəvi aləmə çıxdın. İnsandakı deyir haqsızlığı, zülmü unut artıq. Qəlbindəki nifrətləri, vəhşətləri yıx. 100 min deyil iblisə uyan. Hep deyir bəşəriyyət, yəni minlərlə insan deyir, bəşəriyyət artıq insana, iblisə uyub da. Deyir ki, bugün yəni iblisə uyub nədir? Yəni içindəki o iblisə uyub, içindəki o şeytana uyubdur. Bugün deyir evlər yıxılır, qan içməyə adət eləyiblər. Arif unut artıq deyir, oğlum unut. Bəni dinlə. Sən deyir kəndini məhv eləyəcəksən bu gedişlə. Yəni burada Arifə deyir ki, sən deyir mədəni aləmi deyir buraxmısan, gəlib sən deyir bu bədəvi, yəni köçəri aləmə çatmısan. Ümumiyyətlə bilirikdə Arif insanlardakı həqiqət axtarışındaydı. Yəni Arif qəbul edə bilmirdi insanlarda olan bu zülmü. Bir növ belə deyək də, insanlardakı bu zülmü qəbul edə bilmir və buna qarşı bir mücadilə aparmaq istəyir. İxtiyar deyir ki, sən buna mücadilə apara bilmərsən də, bütün dünya deyir artıq bəşəriyyətə uyubdur. Bir-birlərinin qanlarını tökürlər, bir-birlərinə deyir zülm eləyirlər. Sən deyir artıq bu insanlardakı zülmü unut. Unut artıq deyir bunları. Sən deyir bu gedişlə özünü məhv eləyəcəksən. Həqiqətən görürük axırda məhv eləyirlər. Bu sırada dəhşətli göy gürultusu başlar. Gürultu ilə bərabər iblisin qəhqəhələri eşidir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıxar. Arif əlini anında olaraq gürultu və qəhqəhələrlə dinlər. Səhnənin də işığı azalır bu vaxtı.
Arif deyir ki iblisə, kimsən, nəçisən, yenə gəlir burada gözünə görünür. Deyir, söylə nədir fikri məramın? Nərdən gəlirsən? Deyir, sən nə istəyirsən artıq məndən? Yəni sən kimsən? İblis də deyir ki, məğrur qəhqəhələrlə mən deyir hal-hazırda indi bir atəşdim. Burada iblis özünün kim olduğunu, yəni nə olduğunu açıqlayır. Fəqət deyir əvvəlcə mələkdim. İndi bir atəşəm. Atəşlər içərisindən çıxır hər dəfə iblis. Əvvəlcə deyir mələk idim. Hep deyir Xaliqə təsbih idi, təhill idi verdim. Yaradana deyir mən deməli burada Xaliq deyəndə yaradan nəzərdə tutur da. Yəni yaradana deyir təsbih idi, təhlili verdim. İlk öncə deyir mələklər məni təqdis ediyordu. Adəm kimi bir sayğısız, yəni adam kimi bir sayğısız deyir axır ləkə vurdu, alçalmadı, yüksəldi. Amma deyir mənə sayğısız ləkə vurdu Adəm kimi, amma deyir alçalmadı mənim deyir məramım. Əksinə deyir şöhrət şanım yüksəldi. Hal-hazırda deyir mənim Allahla adım bir zikr olunur. Bu bilirsiz nədir? Məsələn, insanlar deyəndə deyir Allah şeytana lənət eləsin. Deyir Allahla deyir bir zikr edilir nam-nişanım. Allah şeytana lənət eləsin. Həqiqətən də belədir də baxın. Allahla deyir Allah şeytana lənət eləsin. Burada Allah şeytan, yəni bu nəzərdə tutur ki, Allahla deyir bir zikr edilir nam-nişanım. Arif artıq yetişir, anladım. Arif deyir ki, artıq deyir mən anlamışam. Yəni izaha ehtiyac yoxdur. Sən deyir iblis imişsən ay Allah. Deyir qarşımdakı iblis imiş. Nə dəhşətli bir şeydir. Hep deyir qəhr oluyorkən şu cihan xain əlinlə, bilməm nəyə gəldin bana söylə. Sən deyir bu cihan sənin xain əlinlə deyir məhv olur. Nəyə gəlmisən ki sən? İblis də deyir ki, baxdım əziyor sənin ruhunu hep qeyri əsarət. Gəldim deyir edəyim ta səni hürriyyətə dəvət. Deməli deyir nəyə görə gəlmişəm? Səni hürriyyətə dəvət eləməyə gəlmişəm. Baxdım deyir səni məhv etmədə bir dürlü xəyalət. Gəldim verəyim qəlbinə nuri həqiqət. Sən deyir hürriyyətə dəvət eləmişəm, bir də sən deyir bu xəyalətlər deyir məhv eləyirdi. Mən də sənin qəlbinə həqiqət nuru verməyə gəlmişəm. Arif də deyir ki, haydi çəkil işte açıq yol. Burada iblisi qovur. Arif sonra deməli bir tərəfə atır Fəsinel əsəbi hallar keçirir. Xavər gəlir. Xavər də əslində Arif birisi də Xavər əslində Arifin yoldaşıdır. Burada Xavər gəlir, deməli söylə deyir Arif, aman nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Arif də deyir ki, sorma, heç sorma Nazənə Xavər. Məni məhv etdi istirab-ı kədər, onu qollarının arasına alır, yəni qucaqlayır. Sən də evet deyir, sən də əgər deyir sən olmasan, məni deyir bir gün boğar şu qanlı həyat. Bu qanlı həyat deyir bir gün məni boğacaq. Ah deyir o gözlər bilirsənmi nə diyor bana? Burada bir növ o gözlər deyəndə Xavərin gözlərini nəzərdə tutur. Lakin sonra bir anlıq elə bir ağlı gedir Rəanaya. Xavər deyir nə diyor söylə. Arif də deyir ki ruhu cəzb ediyor, söylüyor əski xatir. Xavərin elə bir gözlərinə baxır, deyir o gözlər bilirsənmi nə deyir mənə? Söylüyor deyir əski xatiratı, keçmiş xatirələri deyir. Əski xatiratı bana sanki qarşımdadır göstər Rəana. Burada bir növ elə bir ki Arif heç özü də tam olaraq qərar verə bilmir kimi sevdiyini. Çünki burada Xavərin gözlərinə baxır, bir növ ağlına həmin dəqiqə Rəana gəlir. Sanki Xavərin timsalında elə bir ki Rəananı sevir, belə bir şey. Həm də ki burada indi sizə bir şey deyim. Deməli bu Rəana kimdir? Ümumiyyətlə Arif İstanbulludur, İstanbul əhlindəndir. Bunlar uşaq vaxtı Rəana gilə qonşu olublar. Lakin sonra bunlar ayrı düşüblər. Burada Arifgilin evləri yanır, qardaşından ayrı düşür. Sonra qardaşı kim idi Vasif? Artıq bir-birlərini axtarmağa başlayırlar burada. Sonra elə Rəananın da atası ölür. Rəana da elə bir ki öldürürlər də Rəananın atasını. O da bir növ elə bir babasının qatilini axtarmağa çıxır. Bunlar elə bir ki hərəsi bir şey ardında çıxırlar da bir yola və bunlar artıq sonra qarşılaşırlar. Ümumiyyətlə Arif illər uzun artıq qardaşını axtarır, amma tapa bilmir. Hətta yəni Vasifi öldürəndən sonra biləcək onun qardaşı olduğunu. Arif də deyir ki, hə, o Rəana Nazənin afət, amma bunu elə bil ki, bu deyir söylüyor əski xatiratı bana. Bu hissəni artıq Rəana Xavər eşitmir də, yəni bunu ətrafa söylüyor. Elə bu an İxtiyar gəlir. İxtiyarla da bərabər, İxtiyar da bilirik ki, Xavərin babası idi. İxtiyarla bərabər İbn Yəmin, Rəana, Zənci Çavuş və bir əsgər əlində ufaq bir çanta daxil olurlar. İbn Yəmin də bir ərəb zabitidir, amma pis adamdır. Rəananın bayaq demişdik tibb bacısıdır. Sonra
Sonra deməli, Çavuş da, İbn Yəmin Çavuş da əsgər də ümumiyyətlə bu Rəananın atası ölərkən görübdü. Arif də deyir ki, ah o Rəana Nazənin afət. Xavər də deyir ki, yenə bir şey mi oldu Arif? Arif deyir, evet, Rəanaya yaxlaşaraq söylə, Rəanam isminiz, tanıyır burada Rəananı. Rəana da Arifin əlini sıxar, heyrət və sevinclə Arif. İbn Yənif Arifi sür ətrafa deyəndə, yəni nə nəzərdə tutulur? Bunu Arif eşitmir də. Bizə deyir, əngəl olmasın şu hərif. Arif də deyir ki, bu gəliş əfv edərsiniz nərədən? İbn Yəmin də məğrur və layibəli özündən bir razı şəkildə deyir ki, səhnəyə hərfdən, mücadilədən. Arif də acı təbəssümlə deyir ki, əgər bir fəzilətsə, yəni əxlaqi keyfiyyətsə deyir öldürüb ölmək, onda deyir canavar gərək bizdən üstün olsun. Sonra ixtiyar da deyir ki, Arif da yaxşı, münaqişəni burax, gəl səndən işim var. İbn Yəmin dışarıdan pəncərə önündə Çavuşa pek düşündü, nə var? Çavuş da deyir ki, bəyim, hər şey. Bir bəla işdə gördüyünü Arif. Çünki Rəanaya pek yaxın şu hərif. Deməli, Çavuş Rəana nə idi? Arifi bəla hesab edir. Arif nəyə görə bəla hesab edir? Çünki Rəanaya deyir yaxındır. Amma ən deyir qorxulu, yəni müthiş bəla bizim əsgərdir. Qorxaram deyir cümlə sirri faş eylər. Yəni açığa çıxarar da. Çünki deyir bizi Rəananın babasını öldürərkən görmüşdü. Arif sağ tərəfdən daxil olur, onları dinləyir, amma eşitmir də bu olanları, yəni Arifin Rəananın atasının kimi öldürdüyünü. İbn Yəmin də deyir ki, burada İbn Yəminin bir məğrurluğunu, özünə razılığını görürük. Deyir ki, bir böyük deyir orada bir yığın insan mənim uğrumda oldu hep qurban. İnsanların uğrunda qurban olduğunu deyir. Keyfə deyir sərf elədim milyonlar, amma yenə də deyir dövlət qədər etibarım var. Mən kimim deyir bir ərəb. Nə zənn etdilər? Bir çocukdan mı qorxar İbn Yəmin? Yəni burada Çavuşun elə bir ki, bu qorxularını əsassız hesab edir. Deyir, mən bir çocukdan qorxa bilmərəm, bir uşaqdan. İşıq azalır, ağsaqqallı, möhtəşəm simalı bir Miralay xəyalı görünür. Bu da kimin xəyalıdır? Yəni olmayan bir şeydir də, ona görə mifik deyilir. Bu da Rəananın babasının xəyalıdır. Babam deyir, bir də anlı şanlı babam, intiqam almadan inan yaşayamam. Rəana da intiqam peşindədir burada. Babasının xəyalı, intiqam, elə babasının xəyalıdır intiqam deyəcək. Arif də deyir ki, aman bu nə hal? Rəana da deyir ki, babamı kim bulursa qatilini, ona mən səcdə elərəm ələni. Tez-tez düşür bu hissə. Bu hissəni Rəana deyir. Məni deyir çöllərdə gəzdirən duyğu intiqam duyğusudur. Deməli, özünün nəyə görə bu çöllərə düşdüyünün əsasını görürük biz burada. Arif də deyir ki, görünür deyir. Sizə deyir bəllidir qatil. Rəana da deyir ki, yox mən deyir bilmirəm qatili. Amma deyir İbn Yəmin mənə söz verib ki, o harda olsa mən onu tapacam. Arif də deyir ki, məncə bu hiylədir. Siz deyir dinləməyin onu, ona inanmayın. Elə bu sırada Vasiflə arkadaşı küçük zabit silahsız olaraq yaralı bir Rus zabitini gətirirlər. Arif də deyir ki, Vasiflə küçük zabitə, burada görürsə Ariflə Vasif qarşılaşır, amma Ariflə Vasif bir-birlərinin qardaş olduqlarını bilmirlər burada. Ah deyir, nə munis, nə mərhəmətlisiniz, nərdə deyir rast gəldiniz şu zabitə siz? Vasif deyir ki, pek yaxınlarda, yol kənarında. Baxdı deyir, əhvalı xeyli pərişandır. Küçükcə zabitə deyir ki, bir əsir işdə, düşman olsa belə yenə lazım müavinət edilə. Bunu küçük zabit deyir. Küçük zabit sonra yenə də deyir ki, Türk ordusu burada küçük zabit Türk ordusunun elə bil ki, qüdrəti ilə qürurlanır. Deyir, Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və Qafqaza imdada gedərkən, köməyə gedərkən, Rus ordusu durmaz, çəkilir önümüzdən. Vasif nə vəradır ki, bu şu parlaq günümüz Rus ordusu da deyir qarşımızdan çəkilir də. Bu parlaq günümüzdə deyir, feyz almayaq biz. Feyz almaqda deməli yəni bundan deyir biz nur əldə etməyək də. Yəni nə rəvadır ki, biz bundan nur əldə etməyərək qəflətə mail olalım. Satmaz deyir, satmaz milləti, şəxsiyyəti aqil olan kəs deyir millətini satmaz. Vasif burada elə bil ki, küçük zabit bir növ Türk ordusunun qüdrəti ilə qürurlanır. Vasif isə deyir ki, Türk ellərinə qılıncdan daha kəskin ulu qüdrəti isə mədəniyyətidir, mədəniyyəti. Daha sonra keçirik artıq ikinci pərdəyə. Burada deməli birinci pərdə harda cəryan elədi? Baxın burada deyirdi, Bağdad civarında cəryan eləyirdi. Sonra
Artıq ikinci pərdəyə baxaq. İkinci pərdə isə ərəb zevqində uyğun süslü bir salon. Bu İbn Yəminin deməli salonudur. Artıq burada iblis xidmətçi qiyafəsindədir. İblis xidmətçi ərəb qiyafətində ötəyi bərəyi düzəltir. Bu sırada Arif sağ qapıdan girər. Rənanın Rənanın qapıyı örtüb getdiyini görüncə büsbütün şaşırır. Burada görür ki, Rəna qapını örtüb gedir. Bu da şaşırır, təəccüblənir. İblis deyir ki, söylə dərdin nədir? Aydın söylə. Arif, mərhəmət qıl da, aman lütf eylə. Söylə Rənaya ki, Arif gəlmiş, deyir, mərhəmət elə, Rənaya söylə. İblis deyir ki, anladım dərdini, lakin bu zor iş. Ona nail olur ancaq onlar ki, avuçlar dolusu altını var. Yəni Rənaya yaxınlaşmaq üçün deyir, sənin gərək avuçlar dolusu altın ola. Arif də deyir ki, məndə yox deyir altın, əzizim. Zira uymamış sərvətə könlüm əsla. Əsla deyir, mənim könlüm sərvətə uymuyubdur. İblis də yarım qəhqəhə ilə altının yoxsa silahın var ya, deməli birinci altın deyir, sonra silah deyir, məni öldür deyir, qavuş, sonra ona. Nəyə daldın? Neçin deyir oldun məyus? Arif, çünki yox bir şeyim, əfsus, əfsus, silahım da yoxdur deyir. İblis deyir ki, bir şeyin yoxsa könlün var ya, bana könlünü ver. Deməli burada nə deyir? Altın, silah, könül. Sonra deməli altın, silah, könül. Altın, silah, könül. Belə yadınızda saxlayın. Sonra Arif deyir ki, altın silah könlü apardı. Belə də yadınızda saxlaya bilərsiniz. Arif deyir ki, ah aman bir içim olsun bana su. Burada su istəyir. Deməli, su deyəndə biz nə yadıma düşür? Bu Qanpolad da ölməmişdən öncə anasına su istəmişdi, anası ona su verməmişdi. İblis də deyir ki, sürahi ah deyir, qədəh rakı ilə doldurur, Alic. İblis qədəhi burada rakı ilə artıq doldurur. Arif də yarıya qədər içər, yüz gözünü bürüşdürür. Eyvah deyir, nə dəhşət, yahu su deyil, səmli bir atəşdir bu. Rakın nəyə bənzədir? Səmli bir atəşə. İblis də deyir ki, başqa bir şüşədə böyük bir qədəh dolusu şərab verir. Deyir ki, bu şirindir, ala bunu iç. Öncə rakı verir, sonra şərab verir. Rəna əlində birkaç parça kağız daxil olur. Deməli, bax, burada ilk dəfə olaraq Arif rakı içir. Daha sonra şərab içir. Artıq burada bir növ Arifin o necə deyim, içindəki o şeytanın oyanmağının artıq ilk qədəmləri burada başlayır. Düz öncə rakı içəndə bilmirdi onun rakı olduğunu, sadəcə o su deyə su istirdi. İblis ona götürüb rakı verirdi. Sonra İblis deyir ki, bu fəqət tatlıdır Alic. Rəna əlində birkaç parça kağız daxil olur. İblis də deyir ki, şu kağızlar nə üçündür yavrum? Rəna deyir ki, onu bunlar edəcəkdir məhkum. Onu deyəndə kim nəzərdə tutulur? İbn Yəmini. Arif də deyir ki, əcəba kimdir o xain miskin? Rəna deyir ki, səncə pek bəlli hərif İbn Yəmin. Deyir ki, onu bu kağızlar məhkum eləyəcək. Arif deyir, bana ver. Şimdi o kağızı, o azğın canavar bulur əlbəttə cəza, qurtulamaz. Kağızları alır, sürətli addımlarla qapıdan çıxar. Bilirsiniz bu kağızlar nə idi? Əslində burada kağızlarda Rənanın atasının qatili yazılmamışdı. Sadəcə olaraq elə bil ki, ümumiyyətlə İbn Yəmin orduda da çox pis işlər görmüşdü. Məsələn, Elxana ilə üzərinə şər artıb onu qovdurmuşdu. Yəni orduda da bunun pis işləri çox idi. Həmin o kağızlarda onlar yazılmışdı. Yəni İbn Yəmini məhkum edə biləcək deyək ki, sözlər yazılmışdı orada. Yəni kağızlarda ondan bəhs edilirdi. Yəni Rənanın atasının qatil haqqı, Rənanın atasının qatil olduğunu burada Rəna bilmir. Sadəcə o digər o pis işlərindən söhbət gedir burada. Kağızları alır, sürətli addımlara gəldiyi qapıdan çıxar. Burada Arif çıxır gedir. İbn Yəmin daxil olur. Rəna deyir ki, get gülüm, sonra məhəbbət edəriz. Ariflə bərabər əli silahlı iki qanun nəfəri daxil olur. Arif İbn Yəmini göstərir. Deyir, tam kəndisi işdə, ağ qəddar. İbn Yəmin, lakin çəkilirmi bu həqarət? Silah burada İbn Yəmin deməli silah çıxartmaq istəyir. Arif də deyir ki, pek bəllidir deyir sənin etdiyin xəyanətlər. Arif xain yakalandı, ah nihayət. İblis deyir ki, yarım qəhqəhə ilə eşq olsun deyir. Evet, böyük məharət.
Arif Rəna xanı deyir söylə gəlsin. İblis də deyir ki, əfsus bir zabitə uydu getdi. Burada deyir ki, Rəna bir zabitə uyub gedibdi. Arif də deyir ki, bildim yetişir o bəlli bir yol. İblis getmə dur. Fəqət deyir yazıq əmin ol. Bəklər səni deyir bir yığın cinayət. İzlər səni bir yığın fəlakət. Deməli bunu Arifin ardınca deyir. Təbii ki, Arif bunu eşitmir. Sonra 3-cü pərdə. Deməli, səhnə ilk pərdədə olduğu kimi İxtiyar Şeyxin çardağında baş verir. Deməli, ilk pərdədə İxtiyar Şeyxin çardağı idi. O Bağdad ətrafında bir yer var idi ilk səhnə pərdədə. Həmin o hissədə baş verirlər. Amma ikinci harda baş vermişdi? İkinci hissə isə deməli İbn Yəminin deməli salonda baş vermişdi. Qülbəsini göstərir. Şeyx dışarıda çardağın altında təsbih çəkərək dalıb getmiş. Sonbahardır. Öyle deyir, sisli hava, dumanlı havadır. Arif fəssiz olaraq gəlir. Xavər onu doğru qoşar. Yaxlaşdığı sırada birdən-birə küskün və şaşkın bir tevr ilə ürküb geri çəkilir. Arif deyir, Xavər, bana bax, zavallı Xavər. Bir söylə nədir bu halin müstəs? Yəni bu halın deyir nədir? Xavər də deyir, koşdum sana sevdiyimdən, amma baxdım ki, deyir, sevilməyənlər əsl yəni deyir, baxdım ki, deyir, sevilməyənlər deməli, qucaqlamağa layiq deyillər. Ürkdüm də deyir, geri çəkdim, işdə məhtuş. Məhtuş nədir? Yəni sərxoş kimi. Arif də deyir ki, dur deyir, qəlbimi bir də yaxma artıq. Arif fəqət intihara layiq, burada özünü intihar etməyə layiq olan bir insan kimi göstərir. Məndən deyir, babana salam edərsin. Gəlmişdi də, şimdi getdi dərsin. Burada elə çıxıb gedəcəkdi də, Xavər əl çəkmir ki, yox gedirəm çağıram. Xavər deyir ki, yox getmə deyir, babam gəlir bu saat. Dur bir verəyim xəbər. Arif cibindən artıq burada rakı şüşəsini çıxarır təzədən. Elə bil ki, o daxilindəki o iblis, daxilindəki o qüsurlar onu təzədən rakı içməyə məcbur eləyir. Of deyir, qəmlərimə təsəlli ol sən, hər dərdi unutmaq istəyirəm mən. Son damlasına qədər içir, bir tərəfi atır, ətrafı süzdükdə gözlərinə ilişən tapançayı yerdə. Tapança haradaydı? Yerdə idi, yerdən götürür, qurşunlarına diqqət edər. Arif səndələyərək gəldinmi Xavərə? Xavər də deyir, sərxoş musun, nəsin? Gəl işte əvvəl deyir, məhv et məni, olmayım da əngəl. Yenə burada Xavər sakit dayanmır, deyir, gəl məni məhv elə, mən deyir, sənə əngəl olmuyum. Arif də vəhşi bir hücumla, elə bir Arif də bu anı gözləyirmiş. Arif də vəhşi bir hücumla boğazından yakalayıb boğar, iblisdən alçaq və məmnun bir qəhqəhə. Ah deyir, işte budur cavabın ancaq. İblis deyir, bundan sevinir. Ümumiyyətlə, iblis elə bir ki, pisliklərə sevinən bir obrazdır da. Xavər də izdirab və dəhşətlər içərisində əbədi bir sükuta varır. Burada artıq Xavərin ölümünü görürük biz. İxtiyar da gəlir, Xavərin cənazəsini görüncə, ah deyir, o nə, eyvah, nə olmuş ona? Məyus və şaşkın baxışlarla cənazəyə yaxlaşır. Qollarını köksündən çarpaz edərək titrək və acı fəryadlı söylə, aman söylə mələk Xavərim. Kim? Sənə kim qıydı? Aman söylə kim? Qucaqlayıb öpər, cənazəyə acı fəryad ilə yavrum deyir, aman nazlı mələk Xavərim. Sonra artıq sonuncu pərdədir. Artıq görürsüz, Arif tam olaraq bir iblis xarakterinə dönüb. Sanki onun içərisindəki o, deməli, bütün mənəviyyatsızlıqlar, bütün zəifliklər özünü göstərməyə başlayıbdı. 4-cü pərdə, ormanda bir cığır, Arif Rəna ilə gəlir, kənarda ıslıq çalınır, bir qurşun atılır, Rəna diksinir, təlaş ilə, qurşun səsi, Arif labali qəhqəhələr ilə cibindən bir revolver çıxarır. Heç qorxma deyir, yanımda həm silah var, həm altın var. Evet, nasıl da parlar. Həm deyir silah var, həm də deyir yanımda altın var. Bir ovuc altın çıxarır, əlində oynadıb cibinə qoyar. Haydutlar arxa tərəfdə ağaclar arasında görünür, heyrətlə onları dinləyirlər. Rəna deyir ki, nereden sana anlamam şu sərvət? Arif də deyir, məğrur şəkildə deyir ki, bir arkadaşımdan oldu qismət, pəncəmdə həlak olub, boğuldu, sərraf idi, həm də xeyli zəngin. Burada qeyd edir ki, bir arkadaşımdandır, pəncəmdə boğulubdu, yəni boğulmuşam. Özü də deyir, sərraf idi, yəni qızıldan başı çıxan adam idi və zəngin idi. Rəna da bunu yaxşı qəbulləmir, deyir ki, sus deyir, sən bir, yəni bu qızıl üçün dəyməz də sənin adına deyir, bu bir ləkədir. 5-6 deyir altına qarşı belə vəhşilik olmaz.
Haydutlar ortaya çıxırlar. Birinci haydut altınları ver deyir. İkinci haydut da deyir ver hepsini. Bu sırada vüqarlı, müsəllət, zabit qılıqlı, qalın bıyıqlı, gür qara saqqallı, zində və müsih simalı Elxan ağacları içərisindən çıxar. Ətrafda 2 qurşun atılır. Elxan haydutlara durmayın, haydi, bir baxın deyir, nə var görün. Bekçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə, siz gətirin. Bana bax, kim tökərsə haqsız qan, ən ağır cəzanı da verər Orxan deyir. Heç kəsə haqsız yerə qan tökməyin. Bu sırada gedən haydutlar 2-3 çingənə elə İbn Yəmini silahsız olaraq gətirir. Elxan onu görüncə tanır. Yəni bu haydutlar da elə Elxan adamları idi. Söylə deyir, kimsin, adın nə? İbn Yəmin deyir. Elxan Ariflə Rəanaya deyir, yarım qəqqəhə ilə deyir ki, bəni astırmaq istəyən Şuləyin o vaxtı İbn Yəmin Elxana üzərinə şər atır, onu astırmaq istəyir. Ona görə burada deyir, deməli, Ləyin nədir? Alçaq deyir, yəni alçaq. İşte deyir bir af ki, izlər afçısına. İbn Yəmin də diz çökür. Aman deyir, əfv et, qüsurluyam Elxan. Burada Elxandan əfv diləyir. Elxan da deyir ki, yahu sən kimi səni kim buraxdı? Burada iblisə deyir. İblis də deyir ki, kəndim. Burada deyir kəndim. Arif də bir mürşid o, sahibi kəramət. Deməli, burada iblisi nə adlandırır? Sahibi kəramət adlandırır. İblisi sahibi kəramət adlandırır burada. Sonra iblisi sahibi kəramət adlandırır. Ardınca bəs Allahı nə adlandırmışdı? Allah xaliq hikmət adlandırmışdı. İblisi isə sahibi kəramət adlandırır. Sonra harda qaldıq? Hə. Arif burada fikir verin, iblisin əlini öpür. Xoş gəldin deyir. Aman nə mutlu saat. Elxan da deyir ki, kimsin acaba? Səndəki var böyle məharət. İblis deyir ki, mən heçdən doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrət-i külliyə ki, aləm bana bədxaq. Dünyada əgər varsa rəqibim, o da Allah. Allah özünə rəqib hesab eləyir. Mən şərqdə abid olurum, qərbdə rahib. Bir qazı, yəni ümumiyyətlə bu nə deməkdir? Yəni insanların gözlərinə müxtəlif cür görsənə bilərəm. Bax deyir şərqdə abid olaram, qərbdə rahib. Bir qazi olub gah edərəm fitnələr icad, gah deyir qazi olub fitnələr eləyərəm. Yəni müxtəlif qiyafətlərdə siz, ümumiyyətlə həyatımızda da deyir, yəni demək istəyir ki, müxtəlif qiyafətlərdə iblisi görə bilərsiniz. Müxtəlif qiyafətlərdə nə deməkdir? Yəni hər insan, hər peşəyə sahib olan insanın içərisində iblis ola bilər. Burada bir növ iblisin insanın içərisində olduğunu vurğulamaq istəyir ki, hər bir insan daxilində iblislik ortaya çıxa bilər. Hər bir insan mənəviyyatındakı qüsurların qurbanı ola bilər və elə həmin insan da iblis adlanır. Bəzən olurum deyir bir çoban, azadə bir insan, bəzən deyir bir çoban olaram. Bəzən olurum zülmü fəsad, aşiq-i sultan olaram deyir bəzən. Bu halda İxtiyar Xavərin babası başı açıq olaraq pərişan hal və məcmunə bir qiyafələ ağaclar arasından buradan artıq İxtiyar da gəlir. İxtiyar deyir ki, ah Xavər, sana kim qıydı gülüm? Bu da Xavərin qatilini axtarır. Mən deyir dururkən sana layiqmi ölüm? Deyir mən ölməliydim də sən niyə ölürsən? Onlar eyvah o səfir insanlar, qəlbi vicdanı sönük qaplanlar. Elxan da deyir ki, sözünü kəsərək söylə, at söylə, bilinsin dərdin. O sönük qəlbi sındırmaq üçün nə dilərsin, yaparım, etmə kədər. İxtiyar da deyir ki, bana imdad edin, eyvah, imdad, əmr edin, şimdi bulunsun cəllat, qatil bulunsun deyir. Xavərin xəyalı, bu da intiqam deyir. Rənanın atasının da xəyalı intiqam edirdi. İşte deyir, o dilbər mələyim, getmə, dur, mən də bərabər gələyim. Çılğınca qəhqəhələrlə onu izlər, yəni Xavərin xəyalını izlər. Islıq səs eşidir. Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa haydutla gəlir. Burada artıq Vasif də bura gəldi, çıxdı. Vasif də deyir ki, bunlar haydutlar tutur gətirir də elə bir ki. Vasif də deyir ki, şu zalım xunxar babanın qatili olmuş. Burada Vasif artıq burada ilk dəfə Rəana bilir. Yəni İbn Yəminin o babasının qatil olduğunu. Bunu da kim deyir? Vasif. Axı Rəana belə bir söz demişdi ki, mənim atamın qatilini kim tutsa mən onunla qalacam da. Belə bir özünə söz vermişdi. Elxan da deyir ki, al bunu, söylətmə daha. Növbətçiyə deyir. İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilir durur. Elxan deyir, hazır ol. 1, 2, 3.
Nişancılar orada sıraya duranlar yalım atəşi ilə qurşuna düzülür. Eyvah, hepsi də deyir, ah eyvah. Elxan da deyir ki, Vasifə İbn Yəminin cənazəsini göstərir. Deyir, bana bax, izləməsəydim də dəmin, ələ keçməzdi inan İbn Yəmin. Burada Elxan Vasifə deyir, xeyli məmnunum əzizim deyir səndən. Söylə yavrum, nə dilərsin məndən? Vasifə deyir bunu. İblis də deyir ki, Rənayı göstər deyir. İblis burada Rənayı göstərir ki, deyir onu istəyir, onu istəyir, ona deyir aşiqdir. Rəna da deyir ki, Arifə, sən benim əski pərəstişkarım, yəni sən deyir mənim keçmiş pərəstişkarımsan. Bu isə deyir mənim yeni dildarımdır. Haqqı deyir əfsus edəməm bəni inkar. Çünki deyir Tanrımla mənim bir əhdim var ki, kim deyir atamın qatilini bulsa, mən deyir ona ancaq məmnun eləyə bilərəm, şad eləyə bilərəm. Arif də Rənaya, nə demək? Sən bir çürük lafı burax. Yox, bu mümkün deyil, əsla bana bax. Bir düşün, əldə durarkən şu silah, böyle təhqirə dayanamam. Deyir, əlimdə silah var, mən belə təhqirə dayana bilmərəm. Arif ətrafa təhəssür ilə, ah bir Vasifi görsən, burada elə bir ki, ətrafa deyir də, Vasif eşitmir onu. Qardaşım deyir, sevgili Vasif, bana gəl. Səni görsəm, deyir, məni qorxutmaz əcəl. Vasif də ətrafa, ah burada da Vasif bir an ətrafa qardaşını xatırlayır. Ah deyir, fəqət qardaşım Arifə qaldım həsrət. Nərdəsin? Gəl bana Arif. Əlan. Kim bilir, bəlkə əcəl verməz zaman. Sonra İblis də deyir, hazır ol. 1, 2, 3. Burada deməli bayaqlarım kim demişdi ona? Elxan deyirdi 1, 2, 3. İbn Yəmin ölərkən indi İblis deyir 1, 2, 3. Vasiflə Arif bir-birinə silah tutur və deməli öncə Arifin təbii ki silahı açılır, Vasif ölür. Rəna deyir ki, Vasif eyvah, canavar üzərinə qapılıb ağlayır. Arif şaşqın. Nasıl? Burada Rəna deyir Vasif, Arif onda bilir ki, bu həmin o Vasifdir. İblis acı qəqqə ilə öyle deyir. Vasif, Vasif, eşqi yıllarca əsir etmişdi. Sana qurban oluyor bak şimdi. Sən deyir, eşqi sən deyir yıllarca əsir eləyibdiniz. Arif də şaşırmış şəkildə Vasifə yaxınlaşır. Dəlicəsinə tədqiq edər. Sonra son dərəcə heyecanlı qardaşım, ah o evet, Vasif oyan, ah Vüsalın deyir, nə yaman oldu aman. Şu vidanla daha müthiş Vasif. Dur deyir, bərabər gedəlim. Özünü öldürmək istəyir burada. Rəna mane olur. Yaxşı. Bəs sizcə, deməli, burada özünü öldürmək istəyir, Rəna mane olur. Bəs yaxşı. İsmət özünü öldürmək istəyəndə kim mane olmuşdu? Deməli, onu yazarsınız. Sonra eyni zamanda Murad özünü öldürmək istəyəndə kim mane olmuşdu? Deməli, of Arif, deməli, coşqun İblisə sənsin deyir. Burada ümum olaraq İblisə deyirlər ki, sənsin bu cinayətlərə bais, qəhr olmalı, məhv olmalı İblis. Hər tərəfdə hücum etmək istərlər. Burada elə bir ki, hər tərəfdən deyirlər ki, sənsən də bu xəyanətlərə bais. İblis isə sonuncu monoloqda artıq bu İblisin deyir ki, mənsiz də deyir, əmin olun sizə rəhbərlik edən var. Mən olmasam da deyir, sizə rəhbərlik eləyən olacaq. Bu rəhbərlik eləyənlər kimdir? Bax deyir, qan püskürən, atəş sovuran kinli krallar, şahlar, ulu xaqanlar, oçluğun dərəbəklər, altın və qadın düşkünü olan deyir divanə bəbəklər, bin hiylə quran türkü siyasətlər o hər an, məzhəb çıxaran, yol ayıran xadim ədyan, onlarda deyir, onlarda bütün fitnə və şər, zülmü xəyanət, onlar duruyorkən deyir, bəni təhqirə nə hacət? Sonra deyir, İblis nədir? Cümlə xəyanətlərə bais. Bəs deyir, hər kəslərə xain olan insan nədir? İblis. Elə deyir, İblisin deyir özüdür. Yəni deyir, insanın özü deyir İblisdə. Hansı insanlar İblisdə? Hər kəslərə deyir, xain olan insanlar, altına və qadına görə deməli, pislik eləyən insanlar, sonra nə bilim, burada görürsünüz, kralların adını çəkir. Yəni bunlar deyir, özlərinin daxilində İblis var. Yəni insanları günahlandırır. Şiddətli və sürəkli qəhqəhələr içərisində yerin dibinə çəkilir. Deməli, orada görmüşdünüz, yerin dibindən çıxmışdı, yerin dibinə də çəkilir. Arif əli ilə saçlarını yakalar və məzuni bir tevr ilə baxıb durur. Ətrafındakılar da eyni şaşqınlıqla davam edər.